Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî enzelel kitâbe fî hâze'ş-şehr. Elhamdülillah. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ve men vâlâhu ba'd. Və məlum olduğu kimi möhtərəm qardaşlar, bu ay Kur'an ayıdır. Necə ki Allah Celle Subhanahu kitabı olan Kur'an-ı Kerim'i bu ayda nazil etmiştir. Liqavli şehru Ramazanellezî unzile fîhil Kur'an. Həqiqətən Kur'an Ramazan ayında nazil olmuşdur. Ramazanın hansı günündə, hansı gecəsində xəbərinə gələndə isə Hamim vel kitabil mubin inna enzelnahu fi leyletin mübareketin inna kunna munzirin. Hamim, and olsun açıq aydın olan kitaba. Biz onu, yəni Kur'an-ı Kerim'i mübarək bir gecədə nazil etdik. Yaxşı, bu gecə mübarək olması da ispat olundu. Eləsi o hansı gecədir? Qavlu Teala İnna enzelnahu fi leyletil qadr. Biz Kur'an'ı Qədir gecəsində nazil etdik. Və mə edrake mə leyletul qadr. Nə biləsən ki, Qədir gecəsi nədir? Leyletul qadri xayrun min elfi şehr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Yəni qardaşlar, Qədir gecəsini Allah Subhanahu taala müvəffəq etdiyi kəs müvəffəqdir. Məhrum olan kəs bədbəxt sayılır. Niyə görə? Çünki bu Qədir gecəsində İnsan ən kiçik ibadətlə 83-86 illik ömür insanın ibadətini bir neçə dəqiqədə elə bilir. 1000 ay vuranda. Misal üçün, Qədir gecəsində insan 2 rəkət qılarsa, sanki 83 il və ya daha çox ziyada davamlı şəkildə ibadət eləmiş insanın savabını qazanmış olur. Bu fürsətdir. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən ondan məhrum olan bədbəxtdir. Həqiqətən ondan məhrum olan bədbəxtdir. Və buyurur ki, rəğimə ənfu. Üzü burnu yerlə sürünsün. Və 3 dəfə təkrarlayır. Üzü burnu yerlə sürünsün. Ramazan gəlib də bağışlanmayan kəs. Və həmçinin Qədir gecəsi. İnna enzelnahu fi leyletil qadri ve ma edrake ma leyletul qadri hayrun min elfi şehr. Nə baş verir bu mübarək gecədə? Tenezzelul melaiketu var ruh. Cəbrail vəhiydən sonra heç bir zaman, heç bir səbəblə, artıq peyğəmbərlər yoxdur, vəhiy yoxdur, bir daha yerə enməyən mələk yalnız Qədir gecəsi enir. Cəbrail, ruhul əmin, tənəzzəlül mələikətü və ruh. Ruhdakı Cəbrailin adıdır. Qədir gecəsi Cəbrail, mələklərin ən şərəflisi, ən əzizi, ən kərimi, ən əmanətlisi və mələklər hamısı tənəzzül olur. Tənəzzəlül mələikətü və ruhu fiyhə biizni Rabbihə. Bunlar özü mü tənəzzül olur? Xeyr. Xəbərə baxın. Rəbbilərinin izni ilə, yəni Allah-u Teala'nın tapşırığı ilə, əmri ilə, izni ilə onlar məqsəd yönlü olaraq yerə təşrif buyururlar. Acaba nədir onların axtardığı yer üzərində? Allah-u Teala onları göndərir ki, dua edən hər kəsin duasını qaldırsın. Və o gecə Allah söz duaların müstəcəb olan günüdür, müstəcəb olan gecəsidir və bütün Ramazan xeyirdir. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, İzə dəxələ əvvəlü leyləti Ramazan. Ramazanın ilk gecəsi girən gündən suffidətil şeyatin. Şeytanlar zəncirlənər. Ona görərsən ki, heç vaxt elə bilmədiyini məhz bu ayda elə bilirsən. Başqa ayda insan namaza qalxa bilmir. İndi isə çox asanlıqla bunu etmək mümkündür. Çünki şeytanlar zəncirlənib. Və bu açıq, aydın Allah-u Teala'nın ayətidir, möcüzəsidir, əlamətidir, az qalıb hissidir, gözlə görəcək qədər. Başqa vaxtda misal üçün insan öz iradəsini toplayıb Allah Subhanahu taala tərəf qaça bilmir. Ancaq bu ayda onu çox hasaddır eləmək. Hər bir kəsə bu açıq, aydın Allah-u Teala nişanəsidir ki, bu din haqdır və görüş haqdır, vəd haqdır. Necə ki bu kiçik vəd haqq olduğu kimi böyük vəd haqdır və o gün görüş günüdür. İnna lillahi və inna ileyhi raciun.
Tenezzelul melaiketu ve ruhu fiha bi izni rabbihim min kulli emr. O gün melek, o gece Cebrail ve bütün melekler Rabbinin izniyle tenezzelul melaiketu ve ruhu fiha bi izni rabbihim min kulli emr. Her bir işe göre yere nazil olar. Ve deyir ki sabah fəcr doğana kimi salamatdır. Fəcr doğana kimi salamatdır. Bu ay demek ki Kur'an ayıdır. Kur'an'ın yeryüzüne nazil olan aydır. O ki qaldı Qur'ana, möhtərəm qardaşlar, Allah-u Teala'nın kəlam sifətidir. Əzəli və əbədidir. Heç bir zaman xəlq olmamışdır, yaratılmamışdır. Allah Teala onu danışmışdı. Lövh-ü Məhfuzda qeydə almışdı və sonra Qədir gecəsində onu yerə çatdırmağa mələklər görevləndirdi, Cebrail yəni, və o Muhammeden sallallahu aleyhi ve sellemin köksünə, qəlbinə yazıldı Cebrail vasitəsilə. Həqiqətən Allah Teala eşitdiyiniz bu kelimələr ilə danışmışdı. Bu hərflə, bu səslə. İnna enzelnahu fi leyletil qadr. Bu hərflərlə, bu kelimələrlə, bu səslə Allah Subhanahu taala Cebrail'ə bunu vermiş və Cebrail də bunu olduğu kimi Allah Nəbisi sallallahu aleyhi ve sellem Muhammed ibn Abdillah'in qəlbinə bunu köçürtmüşdü. Hətta Allah Nəbisi sallallahu aleyhi ve sellem bu köçürmə əməliyyatı zamanı dilini tərpədərdi ki, əzbərləsin. Ta ki bu ayətlər ilə Allah-u Teala ona mən etdi. La tuharrik bihi lisanaka lita'cele bih. Kur'an sənə nəqil olduğu zaman, qəlbinə köçüldüyü zaman dilini tərpədib, onu təkrarlayıb əzbərləməyə cəhd göstərmə. Biz onu yazırıq. Biz onu yazırıq. Və doğrudan da Əhl-i Sünnə vəl Cemaatın ən sağlam, mötəbər seçdiyi görüş, əqidə odur ki, bu Qur'an-ı Kərim eşitdiyiniz bu hərflərlə, bu səslə, bu lafzlarla Allah-u Teala tərəfindən deyilmişdir. Necə ki, Allah Cəllə Sübhanə istədiyi keyfiyyətdə, istədiyi zamanda, istədiyi məkanda, istədiyi kəslə danışmağa qadirdir. Və Allah Subhanahu doğrudan da bu sözlərlə, bu kəlmələrlə, bu hərflərlə, bu səs ilə, gördüyünüz bu surə ilə Muhammeden ibn Abdillah ilə danışmışdır. Onun köksünə nazil etmişdir. Bu səbəblə ulema deyir ki, Qur'anın orijinal mətnini dəstəmazsız birbaşa toxunmaq olmaz. Orijinal mətnini Mushaf-ı Şərifə dəstəmazsız birbaşa toxunmaq olmaz. Çünki o həqiqətən Allahın kəlamıdır. Hətta ulema deyir ki, hətta onlardan biri Şeyx Süleyman Ruhayli hafizahullah deyir ki, bu yazılar müşərrəfdir. Çünki Allah Taala'nın kəlmələri məhz bu yazılarla yazıldığına görə artıq muhtərəmdir və onunla ehtiyatlı olmaq lazımdır. Yazılan özü. O ki qaldı yazının özünə, kağızın özünə, bəli, bu bizim hiss etdiyimiz məxluqlardan biridir. Kağızın özü və şeirinin özü. Məxluq olmayansa həmin o kəlamın özüdür. İnna enzelnahu fi leyletil qadr. Allah Taala'nın bizzat kəlməsidir. Və Qur'an kim onu özünə imam edərsə, rəhbər edərsə, qaid edərsə, öndə aparıcı edərsə, onu cənnətə aparar. Və Allah Subhanahu taala bu kəlam sifətini Allah Subhanahu taala qiyamət günü müəyyən bir keyfiyyətdə gətirəcəkdir. Bu haqda bir neçə hədislər var. Onlardan biri Əl-Baqara surəsi ilə Əli İmran surəsini əzbərləyib də ona əməl edən kəslər üçün bu iki surə gələcək. Necə gələcək, nə cür gələcək? Diri şəkildə. Və gəlib Rəbbi ilə danışacaq. Allah Taala'nın öz kəlamı özü ilə danışacaq. Və deyəcək ki, ey Rəbbim, sənin bu qulun bizi Zəhravanı, yəni Əl-Baqara ilə Əli İmranı oxudu. Yəni əzbərlədi, qorudu. İcazə ver, onu özümüzlə cənnətə götürək. Allah Subhanahu taala da öz kəlamına icazə verəcək ki, ona şəfaət etsin. Və Allah Teala hətta öz sifətlərində istədiyi şeyə qadirdir. Bu da onun qüdrətini göstərir, kəmal qüdrətini. Başqa rivayətdə gəlib ki, Qur'anı oxuyanlar haqqında, onu əzbərləyənlər, qoruyan və əməl edənlər haqqında iki qapqara, tünd bulut şəklində gələcək ki, onun içi sanki qanadlarını çırpan saysız quşlarla doludur. Qur'an bu şəkildə gələcək. Bu haqda da vəsf olunur başqa bir səhih hədisdə və sahibinə şəfaət edəcək. Və Qur'an möhtərəm qardaşlar sahibi üçün ya lehinə, ya əleyhinə şahid duracaq. Necə ki Allah Nəbisi sallallahu aleyhi ve sellemə buyurur ki, "Vel-Qur'anu imma lek ve imma aleyk." Yəni hüccətən lek əv aleyk.
Qur'an ya sənin əleyhinə, ya da sənin lehinə hüccətdir. Yəni, onu kürəyi arxasına edib əməl etməyən, haqq ona çatandan sonra, ondan uzaq düşənə, qiyamət günü gəlib vəkil kimi duracaq. Ancaq anti-vəkil. Və deyəcək ki, ey Rəbbim, bu məni dinlədi, eşitdi, tanıdı, bildi və məni kürəyin arxasına götürdü. Qaid olaraq, rəhbər olaraq seçmədi və neynəcək? Qur'an onu aparacaq cəhənnəmə tullamağa. Yalın billah. Qur'an onu aparacaq cəhənnəmə tullamağa və onun üçün əks şəfaətçi olacaq. Əksi də əks. Onu əməl edən, qoruyan və həyata keçirən üçün Qur'an şəfaətçi olacaqdır. Sıratın üzərində keçəndə, cənnətə girməkdən ötürü, həmçinin də qəbirdə. Qəbir sahibi 30 ayəti yatmamışdan öncə oxuyarsa, onu sahibini əzabdan qoruyar. O da Mülk surəsidir. Beləcə Qur'an-ı Kərim, möhtərəm qardaşlar, insana şəfaətçidir. Və bu ay Qur'an ayıdır. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Ramazan günü girdi. Əl-həsənətü bi'əşri əmthəlihə. Bir savab 10 mislində verilir. İlə 700 ضعif. Ta 700 qata vurulana kimi. 700 qata vurulana kimi. Və deyir ki, ey xeyr axtaran tələs. Və ya bəğiyə şərri əqsir. Və ey şər axtaran əl çək. Başqa hədis-i şərifdə buyurur ki, məhrum olan, bədbəxt olan məhz bu ayda məhrum olandır. Və möhtərəm qardaşlar, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, demirəm ki, əlif, ləm, mim hərfdir. Əlif bir ayrı hərif, ləm başqa bir hərif, mim başqa bir hərfdir. Yəni, nə deməkdir? 3 hərif bərabərdir. 3-ə, onu vurursan 10-a, 30-a, 30-u da vurursan 700 qata və Allah Teala istədiyi kəsə artırır. Və bu, Allah xüsusi özünü Ramazan ayında göstərir. Və bu ayda Qur'anı hər kəs oxumalı, xətm eləməyə cəhd göstərməlidir ki, bu xeyri əldən nail etsin. İmam Muhammed ibn İdris Şəfi'i rahiməhullah Teala Ramazan gələndə tamamilə dərsi yığışdırardı. Fiqh, əqidə, bu dərsi dayandırardı və keçərdi ancaq Qur'an oxumağa, onu təkrarlamağa. Həmçinin bunu bir çox başqa imamlar da edərdilər. Bu ayın haqqını verməkdən ötürü və o fürsəti əldə etməkdən ötürü. Baxmayaraq ki, elm öyrənməkdən daha əfsəl heç nə olmadığı kimi, ancaq Qur'an ondan da əfsəldir. Çünki Qur'an elmin əsasıdır, mübarək tənzildir və bunu edərdilər. O ki qaldı, möhtərəm qardaşlar, Qur'an haqqında qiyamət günü hər bir insanın quşu onun boynuna qonacaqdır deyə ayət var İsra surəsində. Yəni əməlləri və onun sicil dəftəri onun önündə açılacaq. Sicil dəftəri önündə açılanda Haqq Teala ona deyəcək ki, İqra kitabək kəfə bi nəfsikəl yevmə aleykə hasibə mən ihtədə fə innəmə yəhtədi li nəfsih və mən dallə fə innəmə yadillu aleyhə və lə təziru vazirətun vizrə uxra və mə künnə müəzzibinə həttə nəbə'əsə rasulə. Oxu, öz yazını oxu. Sənin yazın sənə şahid olaraq kifayət edəcəkdir. İqra kitabəkə kəfə bi nəfsikə liyevmə aleykə hasibə. Mən ihtədə fə innəmə yəhtədi li nəfsid. Kim düz yolu seçmişsə, hidayət yoluna gəlmişsə, özünə xeyr etmişdir. Yəni Allah Azze və Cəllənin onun hidayətində olmasına ehtiyacı yox və onun mülkünə işini artırmır. Özünü qurtarmışdır. وَمَنْ ضَلَّ فَاِنَّمَا يَضِلُّ عَلَيْهَا. Və kim azğınlığı seçmişsə, dindən çıxmağı seçmişsə, özünü həlak etmişdir. Allahın mülkündən heç bir şey eksiltməz. وَمَنْ ضَلَّ فَاِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ اُخْرَى. Və onu yoldan çıxardan onun günahını daşıcısı da değildir. وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ اُخْرَى. Və hər kəs öz günahını özü daşıyacaq və vəd edənlər də ki, mənlikdir, onun günahını daşımayacaq. Hər kəs öz günahını özü daşıyacaq. وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ اُخْرَى وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Biz elçiləri göndərmədikcə, haqqı çatdırmadıqca heç kəsə zülm etməmişik. Allahu Akbar.
Və bu ayda möhtərəm qardaşlar, bu ayda duaların müstəcəb olan ayında ən çox istəyə biləcəyimiz bir şey özümüzə, nəfsimizə və qardaşlarımızda dində sabit qalmaq və dində ölmək şərəfini Allah-u Teala'dan istəməkdir. Çünki insana dünyada ikən ən mühüm olan şeylərdən biridir. Hətta deyərdim, bundan daha mühüm heç bir şey yoxdur. İnsan dində sabit qalarsa və dini üzərində köçərsə, artıq nədir? Nəcat tapmışdır. Əgər yox, bunu itirərsə və sonra itirdiyi şey üzərində dünyadan çıxarsa, artıq dünyaya gəlməsinin də mənası onun üçün yox idi, yaşamağın da mənası yox idi, yeməyin də, içməyin də, havanın da, udmasının da, işığı görməsinin də hər şey puç oldu. Hər şey qurtardı. Dünya, möhtərəm qardaşlar, Allah-u Teala kitabında, Şura surəsində onu tarlaya bənzədir. Tarlaya nə əkərsən, onu da biçərsən, möhtərəm qardaş. Həmçinin dünya həyatını Allah-u Teala yağmurdan sonra torpağın bar verdiyi bir sahə bənzədir ki, sən üzərində çeşid-çeşid, rəng-bərəng bitkilər görərsən, meyvələr, tərəvəzlər və s. və sənə xoşluq gələr. Yəni, bunu toplayan insana xoşluq gələr. Və sonra vaxt gələr, payız gələr, bunlar hamısı solar, bar yığılar və tələf olar və sonra sən onları kör-köpə dönmüş, tamamilə torpağa qaçmış bir şey görərsən və Allah Teala deyir ki, beləcə də dünya misalıdır. Allah Teala'nın yanında isə məğfirət vardır, cənnət vardır və əzab da vardır. Və buyurur ki, İ'ləmu ennəməl həyətüd-dünya la'ibun və ləhvun və zinətun və təfəxurun beynəkum və təkəthurun fil-əmvali vəl-əvləd kəməsəli qeyth. Şübhəsiz ki, dünya həyatı yağmurdan sonra baş verən və yaxud yağmurun misalına bənzəyir. Elə bu ayət kərimədə. Və dünya həyatı la'ibun və ləhv, oyun oyuncaqdır. Və zinə, bərbəzəkdir. Və təfəxurun beynəkum, aranızda lovğalanmaqdır. Və təkəthurun fil-əmvali vəl-əvləd, və malınızın və övladlarınızın sayı və çoxluğu ilə övünməyinizdir. Və sonra bunun hamısı nəyə bənzədir? Onun misalı yağmura bənzəyir. Yağmur gələndə eyni şey baş verir dünya həyatında. Yamyaşıl, rəng-bərəng, çeşid-çeşid, gözəl, iyili, qoxulu meyvələr, bitkilər və hər şey və sonra bilin ki, yenə də payız gələcəkdir. Payız gələndə bunlardan heç biri qalmır. Heç biri və tələf olur və bu rənglər də solur, çürüyür, boz rəngə dönür, torpağa qatılır və Allah Teala deyir ki, beləcə də axirət. Və bilin ki, axirətdə məğfirət var, cəhənnəm var və cənnət var. Və sonra ayətin sonunda buyurur ki, Səbiqu ilə məğfirətin min rabbikum və cənnə. Allah Teala'nın bağışlanması üçün və cənnət üçün yarışın. Yarışın. Və bu ayda möhtərəm qardaşlar, Qur'ana xüsusi diqqət edilməli, oxunmalı, oxudulmalı, öyrənilməli və öyrətilməlidir. Və Qur'anı heç oxumayan insanlar fürsətdir. Qur'anı oxusunlar, öyrənsinlər. Və Qur'anı öyrətməyə gücü çatanlar üçün də ən böyük fürsət və ən böyük savabdır. Qoy qardaşlarını heç olmazsa bu ayda hərfləri və hecaları birləşdirib oxumağı öyrətsinlər. Və vallahi inşallah əziyyət ilə, tə ilə necə hədisdə gəlib, əziyyətlə oxuyanın savabı 2 qatdır. Kim Qur'an-ı Kərimi oxunmaq məşəqqətinə qatlanaraqdan, əziyyət çəkərəkdən, dili topuq vura-vura oxuyarsa, səlist oxuyandan 2 qat mükafat verilir ona hədisdə gəlib. Niyə görə? Birinci mükafatı səbr edib məşəqqətə qatlandığına görə, ikincisi də ki, tilavət elədiyinə görə, hansıda o da oxumuş olur, aydındır. Və bu fürsəti əldən eləməyin, möhtərəm qardaşlar. Əl-xulasa, Allah subhanahu teala Qur'anı bizə şəfayətçi qılsın, ya Rabbil aləmin. Allahümə bizi kitabını öndə aparan öndər, qaid edənlər sırasında et. Onu bizə şəfayətçi və önündə, hüzurunda cənnətinə daxil etməkdən ötürü olan bir dəvətçi et, ya Rabbil aləmin. Və bizi, ya Rabbil aləmin, onu kürəyinin arxasına qoyub da öndər tutmayıb, qiyamət günü əleyhimizə vəkil olaraq qaldırma, ya Rabbil aləmin, həcicən aleynə. Ya Rabbil aləmin, Qur'anı bizim üçün dünyada da və axirətdə də bizə onu əməl edib, onun xeyrini görənlərdən et, ya Rabbil aləmin. Qəbirdə bizə şəfaətçi et, əzaba
düçar olmaqdan, daha doğrusu əzabdan qurtulmaqdan ötürü bizə şəfaatçi et, sıratın üzərində şəfaatçi et, hesab günü şəfaatçi et, cənnətə girmək üçün şəfaatçi et. Və Qur'an əhli qiyamət günü gətirirlər. Qur'an əhli iki qismdir, möhtərəm qardaşlar. Qur'anı əzbər bilənlər və bir də özündən oxuyanlar. Hər ikisinə Qur'an əhli deyilir. Ancaq burada möhkəm şərtlər var. Əzbər biləndən Qur'an əhli yalnız onu əməl edənlər sayılır. Yalnız onu əməl edənlər sayılır. 5 namazı vaxtında qəza eləmir, zəkat düşürsə edir, orucunu Ramazana tutur, həc boyunda varsa eləyir, valideyn haqqını bilir, qonşunun haqqını bilir, Allahdan qorxur və bacardıqca fərzlərin hamısını əda edir. Bundan sonra nafilədən nə gətirsə onun üçün xeyirdir. Buna Qur'an əhli deyilir. Qiyamət günü Allah Teala Qur'an əhli ilə bir-bir danışacaq və safda ilk olaraq onları önə çəkəcək və onlarla danışanda əməl etməyənlərin safa qayıtmasını əmr edəcək. Qur'an əhlindən əməl etməyəni safa qayıtmasını əmr edəcək və yalnız Qur'ana əməl edənləri safdan çıxıb Rəbbi ilə bir-bir danışmaq şərəfinə nail edəcək. Eyiblərini, günahlarını, zəllət və məzəllətlərini örtəcək və heç kimə eşitdirməyəcək. Təkbətək və üzərinə bir örtü atacaq ki, heç kim onun günahlarını bilməsin. Sonra ona məğfirətini, razılığını ərz edəcək və cənnətinə salmaqda ötürü deyəcək ki, indi isə Qur'anı oxu. Və Qur'an hafizi Qur'anı oxumağa başlayacaq. Fatihə surəsindən Əlif, Lam, Mim. Zəlikəl kitabu la raybə fi hudəl lilmuttaqin taki minəl cinnəti və nəs. Və oxuduqca yüksəlməyə başlayacaq. Cənnətin qapıların yanından qalxa-qalxa. Axırıncı ayət hardadırsa, o ayətə çatanda oradan qapıdan içəri gir ona əmr ediləcəkdir. Bu Qur'an əhlinə xas olan bir şeydir. İkinci Qur'an əhli isə qardaşlar, Qur'anı əzbərləmək şərəfinə nail olmayıb da, ancaq onu oxuyub və əməl edənlər də Qur'an əhlindən sayılır. Buna şək yoxdur. Sonra da Allah Teala onları çağıracaq və onları safdan çıxardıb bir-bir onları dinlədəcək, günahlarını və zəllət və xatalarını bağışlayacaq, eyiblərini dünyadaykən örtdüyü kimi ahirətdə də onları əfv edəcək və sonra da onlara razılığını ərz edib onları bağışlayacaq. Və Qur'an əhli sayılmaz, Qur'anı əzbərləyib də əməl etməyən və həmçinin Qur'an əhli sayılmaz, Qur'anı üzündən oxuyub da onu əməl etməyən, onu özünə qaid etməyən Qur'an əhli sayılmaz. Qur'an əhlinə gələndə isə Allah Cəllə Subhanahu Teala hədis şəriflərdə, Qudsidə bizə xəbər verib ki, Allah Teala'nın əhli Qur'an əhlidir. Əhl kəlməsi mənasıdırsa, dostları, tərəfdarları və yaxud da ki, ev əhlinə də əhl deyilir. Yəni, insana ən yaxın olan. Misal üçün, bir övlad atasından, anasından bir şey istəməkdən ötürü vasitə axtarmır. Sadəcə Allah gəlir, deyir ki, mənə su ver. Anası da sevinə-sevinə ona su verir. Buna deyirlər ki, əhli. Bu uşaq, bu ananın əhlidir. Bu evin əhlidir. Allah Subhanahu Teala Qur'an əhlini öz əhli adlandırıb. Və buyurur ki, hum əhlullah və xassatuh. Onlar mənim əhlimdir və mənə xas olan insanlardır. Çağıranda onlara icabət edirəm, dua edəndə dualarını onların cavablandırıram. Və bir şey istəyəndə də verirəm. Və ulema deyir ki, bu Qur'an əhlinin içinə girir, Qur'anı üzündən oxuyub da əməl edərlər də Qur'an əhlinin içinə girir. Necə ki, başqa hədis bunu ispat edir. Bu hədisdə ki, Allah Subhanahu Teala bütün fərzləri əda edəndən sonra, qoruyandan sonra nafilələr ilə Allaha yaxınlaşan qulu özünün dostu adlandırmışdı. Və sonra hədisin sonunda bilir ki, kim ona əziyyət verərsə, ona hərb elan edərəm. Bu hələm hədisdə zikr olunan Qur'an hafizi olmayan kəsdir. O ki, qaldı necə? Onu əzbərləyib də əməl edənlər. Allahümme cealhu qaiden lana, hücceten lana, la aleyna ve burhanen lana ve nuran lana ya Rabbel alemin ve şafi'an ya aziz ya Rahman. Hâze ve sallallahu ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecmain. İhlasla.com saytı tərəfindən təqdim olundu.